sufilərdə ən böyük müsibət nədir? Onlar danışanda cəmaata görə danışırlar. Onlar danışanda, yəni, sən ona sual verirsən, o sənə elə cavab verir ki, sual verən səndən razı qalsın. Məqsəd budur. Öz qulağımla elə şeylər eşitmişəm, onların təsəvvür professor, doktor olanlarından. Gəlib, məsələn, biri deyir ki, hoca, filan kəslər deyir ki, çalğı haramdır. Buxarda, Müslimdə olan filan dəlillərə əsasən. Professor doktorun verdiyi cavabı var. Deyir, nə oldu ki, onda İslamda nə halaldır? İstehsa elə. Bu da bunun cavabı, elmi cavabı. O budur, 2 dənə alimin adını gətirib, səhih deyir. Səhih. Yo, harın ya, şəriətdən konkret deyir. Konkret, yəni, ilahiyyat fakültəsi üzrə, yəni, ilahiyyatçılıq üzrə doktordan deyirəm məsələn. Bugün belə deyək də, Azərbaycanda bəlkə də ən böyük, yəni, elm sahibi olanlardır öz istərində. Deyir, onda deyir, İslamda da nə halaldır, hər şey haramdırsa. Bunun cavabına bax. Və ona görə, məsələn, bəzən suallar çıxır ki, bu tarixdə ki, hədislər uydurulub Allah Rasulunun adına, hansı ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, mən kəzəbə aleyyə mütəammidən fəliyyətəbəvvə müqa'adahu minənlər. Kim mənim adıma yalan bir hədis uydursa, yerini cəhənnəmdə hazırlasın. Və hədis mütəvatir hədisdir, 100-ə yaxın sahabi nəql edib. Və hədis uyduran, tarixdə hədis uydurma hərəkatını başladan əsas tayfa sufi vaizlər olub. Xatiblər ki, deyirlər vaiz, yəni vəz edənlər. O sufi vəzçilər səbəb olub ki, tarixdə Allah Rasulunun adına hədislər uydurulub. Çünki onlar vəzləyəndə cəmaata bir də məqsədləri var idi. Kütləni ələ almaq. Nəyin bahasına olursa olsun. Hətta hədis uydursalar belə. Ona görə onlar deyirlər ki, dəvət naminə olar. Yalan danışmaq, hətta Allah Rasulunun adına. Məqsəd kütləni ələ almaqdır. Yəni, nə dedik o yox. Məsələn, bugün hətta qardaşların da çoxsunun dinlədiyi, məsələn, fakt əqidəsi bu adam sufidir. İstir Timurtaş olsun, istir qeyrisi olsun. Bu insan ola bilər ümumən emosiyana danışır. Məsələn, biraz ola bilər haradasa sənin imanını bəlkə də cuşa gətirir. Ümumi çıxışdır. Problem ondadır ki, məsələn, sənin şəri cəhətdən elmin yoxdursa, onu 1 saat dinləyirsən. 1 saatın içərisində, çox demirəm, 3 dənə yerdə öz əqidəsindən bir şey buraxsa, 1 dənə dərsdə 3, 10 dənə dərsdə 30 dənə şey eləyir. Özə 20-ci dərsdə sən əqidəndən əsər əlamət qalmadı səndə. Çünki damla-damla olur bu məsələlər. Və o adam danışır Abdurrahman adının fəzilətindən. Danışır Abdurrahman adı, səhih hədisdir ki, Allah Azza və Cəlləyə ən sevimli gələn adlardandır. Danışır, indi qızıb, emosiya, qadirdir, Ömər ibn Xattabın 6 oğlu var idi, 6'sının da adı Abdurrahman idi. Allahu Akbar. Emosiyana danışdı, sözdə didik etdi. Yetər ki, dinləyən adam, indi biz güldük. Amma orada dinləyənlər bilsən reaksiyalar nə olur? Subhanallahül azim. Ömər ibn Xattabın 6 oğlu, 6'sı da Abdurrahman. Yalan diye. Tarixdə heç belə şey rast gəlinməz ki, insanın 6 oğlu olsun, 6'sını da eyni adı qoyasan. İndi Abdurrahman adının fəzilətidir, deyib haradan gəlib, adam da təəccüblənir. Yəni, bir dənə məqsəd odur ki, kütləyə ələ alsın, nəyin bahasına olur olsun. Ona görə sələfləri heç vaxt bəyənmirlər. Ona görə, axı, bu sufilər dəvət ki var, Allahın izni ilə, heç nə demirəm, o sufilər özləri var, ha. Onların elmləri, məsələn, ümumi kütlənin elmi nəyin üzərindədir? Hocam mənə belə dedi. Və salam. Hocam mənə belə dedi, qutardı. Onun elmi bunun üzərindədir. Hər hansı bir sufi bunu atsın qırağa. Çox demirəm, 2 gün elmə vaxt ayırsın, o kifayət edici onun tövbəsinə. Onlarda bir dənə problem odur ki, hocam mənə belə deyir. Hətta elə sufilər var ki, məsələn, Türkiyədə hansı ki, özlərini övliya deyirlər. Məsələn, Musa Nuri Topbaş, Osman Nuri Topbaşın atası. Hətta öz tələbələrinə qadağan eləmişdi,
Quran tərcüməsini oxumağı. Təsəvvürlə oturmusan, müridlərindir, bu da şeyxdir, qadağan eləyir ki, Quran tərcüməsi oxumağı sizə haram edirəm. Sən necə Allah Azza və Cəllənin vacib etdiyini haram edirsən? Niyə? Bəs niyə? Gəl məndən soruş. Mənim öz başıma gəlib, mən sələfi olmamışdan qabaq zır sufi olmuşam. O da müsibətindən. Məsələn, mən indi axı, sufilərin özlərinə deyirəm. Mən indi sufiləri görəndə, mən açıq deyirəm, onlara gülməyim gəlir. Yəni, ən azından elmi cəhətdən. Məsələn, indi hansı sufin evində, məsələn, 3 cild kitab ola. Təsəvvür, mənim kitabım var idi ki, 13 cild. Yığırdım hamısını beynimə. Nə var idi? Və nə qədər o vaxt, hələ mən sufi olanda qardaşlarla söhbət edirdim. Gəncliyə yardım fondunda. Heç birinə heç nə alınmırdı. O qədər oturuşmuşdum ki, yəni, belə deyim də, oxuyurdum. Hələm o vaxtı hənəfi olanda müəllimlərimdən, türk hocalardan birinə, deməli, bir dəfə əlimə bir dənə məqalə düşüb çarşaf haqda. Hələ adı da belə idi, çarşaf. Yəni, niqab haqda. Hicab yox, niqab. Amma məndə belə bir şey var idi. Sünnətə tabiçilik, hərsiliyi var idi. Yəni, hətta, məsələn, hocam mənə nəsə desəydi, onu götürsəydimsə, sünnədə onun əksini görəndə, o daima mənim ismi yiyirdi. Elə bu sünnətə tabiçilik məni apardı sələfliyə. Və məni belə müstəqil demək olar heç kəs dəvət eləməyib. Düzdür, əlhamdülillah, səbəb olanlar olub, amma müstəqil belə adam olmayıb. Demək olar ki, kitablar səbəb olub. Girmişəm kitabxanaya, araşdırmışam. Ən birinci araşdırdığım kitab da Hasan Ən-Nədvini İbn Teymiyyə Rahiməhullahın həyatını dair yazdığı kitab. Bilirdim ki, əvvəl, belə bilirdim ki, bu Vahabilərin atasıdır. Görün bu kimdir? Gördüm ki, o kişiymiş ki bu. Və belə Hənəfi məzhəbində dərinləşə oldum sələfi. Hənəfi məzhəbində kim dərinləşə olacaq sələfi. Gətirmişəm bu risaləni. Risalədə Quran ayələri, o ayələrin sahabə və tabinlərlə təfsirləri və bir də hədislər. Niqab haqda, bir də qara geyimi fəziləti qadın üçün. Götürdüm, gördüm ki, hoca, bir dənə buna baxardınızda, maraqlı bir şeydir. O da baxdı, bir-iki dənə hədisi oxudu, belə atdı yerə ki, apar bunu tulla, bu kim yazıb? Bu nədir, bu İslamdır, filan peşməkən, belə başladı təhqirləməyə. Bu insan Türkiyədə ən böyük, o vaxtında ən azından özünün dediyinə görə, ən böyük 4 məsciddən birinin imamıdır. Təsəvvürlə. Yəni, sünnətə qarşı belə bir münasibət var idi. O Hənəfi məzəbində, yoxsa? Əqidə Hənəfi deyil, yox. Amma deyirlər ki, yox. Yox, əqidə Hənəfi deyil. Çünki məsələn, sən bir Hənəfiyə yaxınlaşsan, desən ki, məzhəbin nədir, sənə cavabı belə olacaq. Məsələn, elmli bir Hənəfinin sənə cavabı belə olacaq. Mən fiqhdə Hənəfiyəm, əqidədə Maturidiyəm, mənhəzdə də, təriqətdə də Nakşibəndiyəm. Yəni, Hənəfilik, üstəgəl, Nakşibəndilik, üstəgəl Maturidilik bərabərdir kompot. Labirintdir. Heç nə. Və çox qəribədir. Məsələn, Abu Hanifənin etiqada dair yazdığı kitab var. Məsələn, Əl-Vasiyyə, Fiqhul Əkbar, Fiqhul Əbsad. O kitab sələfin etiqadına dair yazılmış ən birinci kitablardandır. Abu Hanifə yazıb. Sələfin etiqadıdır. Bugün də həmin kitabı götürüb sufilərin qabağına qoyursan, deyir ki, əgər bu Abu Hanifənin kitabıdırsa, yəni Abu Hanifənin etiqadı bu olubsa, bu etiqadı rədd edirəm. Və etiqadını rədd etdiyi Abu Hanifəni fiqhdə təqlid edir. Müsibət. Yəni, mən qardaşı etiqadını batil sayıram, amma onu özümə imam bilirəm. Fiqhi məsələlərdə. Ziddiyyətə bax, belə bir hala düşüblər. Və indiki vəziyyət lap betərdir. İndi Türkiyədə, yəni nəinki Türkiyədə, qardaş, dünyada belə bir proses gedir. Və bəzən eşləndə ki, qardaşlar o adamları dinləyirlər, o cür adamları. Adam təəccüblənir. Məsələn, qədəri inkar edən birini sən necə dinləyə bilərsən? Bir dənə bu kifayətdir. O, əxi,
necə danışsın. İstəyir, nə ilə danışsın. İstəyir İbn Teymiyyə Rahməullaha imam desin, Rahməullah desin. Bəzilərini bu çaşdırır. Qardaş, məsələn, mən bura gətirərdim bir dənə kitab, 600-700 səhifəlik kitabdır. Kitabın adı İmam İbn Teymiyyə Rahməullah. Müəllif İbn Teymiyyə imam görürüz üçün. Yazan Muhammed Abu Zahra. Misirin, Əl-Əsarın şeyxi, Əş'ari. Sələfi deyil. Baxma ki, İbn Teymiyyənin elminə heyrandır və deyir ki, imamdır. Bu ümmətin imamlarındandır. Amma sələfi deyil. Hörmət edir, bəli, adildir çünki. O demək deyil ki, indi sən bu sözünə görə deyəsən ki, bu sələfidir. Bir insan çıxıb deyib ki, İbn Teymiyyə Rahməullah